Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi məqsədilə Azərbaycan ərazisindən keçməklə öz ölkələrinə qaytarmasına yardım göstərilməsi ilə bağlı müraciət ediblər. Xəbər verilir ki, Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün Astara sərhəd keçid məntəqəsindən keçmələrinə şərait yaradır. Quru yolla İrandan təxliyə edilən xarici vətəndaşlara tibbi xidmət göstərilməsi üçün şərait yaradılıb, onlara səhər süfrəsi açılıb. Evakuasiya prosesi davam edir.